Hamınıza salamlar dostlar, mən Qasım Hüseyin. Bu günlər sizlərlə birlikdə yeni bir video ilə qarşınızdayım. Uşaqlar 2026 ilinin ilk günündəyik və ilk gündə yeni bir oyun ilə qarşınızdayım. Uşaqlar, yeni oyun dediyim ilk öncə hamının 2026 ili uğurlu olsun deyirəm. Sonra kimin nə məqsədi varsa inşallah ki məqsədlərinə, arzusuna çatar. Uşaqlar, əgər mənim də belə videoların davamını gətirməyimi istəyirsinizsə, mənim də məqsədimə çatmağını istəyirsinizsə, zəhmət olmasa videoya like atıb kanalıma da abunə olmayın. Şərhlərə də hansı komandaya reboot gəlsin və yaxud da hansı karyera olsun və yaxud da Hüseyin karyer davam etsinmi kimi şərhlərinizi, fikirlərinizi bildirin. O zaman keçək videonun əsas məqsədinə. Yəni PES 26 yeni oyunla. Bilirsiniz ki, uşaqlar 1-2-3 gün bundan qabaq videomda demişdim ki FIFA 26 yerinə PES 26 olacaq. Bu qərarı 21 Muhammed 09 və PSP editoru Maha qərara gəlib. Harada qalmışdıq? 21 Muhammed 09 və PSP editoru Maha qərara gəlib ki, oyunun adını X26-dan PES 26-ya çevirsinlər və oyunu da X26-dan PES 26-ya çevirsinlər. Uşaqlar, gördüyünüz kimi qrafiklərdə dəyişiklik var. Artıq X26-da olan 720p kalitəyə 180p-yə qalxıb. Gördüyünüz kimi oyun daha gözəl və daha şık görünür. Yuxarıda gördüyünüz 21 Muhammed 09-un YouTube, Instagram və TikTok səhifəsinə də abunə olmağı unutmayın. Əgər məni izləyənlər varsa. O zaman uşaqlar, bugünkü videonun əsas məqsədi nə olacaq? Bu oyunu incələyəcəyik. Daha zaten oynayırıq bu oyunu. Amma yenə də bir dəfə PES 26-nı incələyək, görək necə ediblər. O zaman gəlin biz ilk öncə sizə izah edeyim oyunda nələr oynaya bilərsiniz. Məsəl üçün, burada gördüyünüz Çempionlar Liqası ilə müsabiqədə oynaya bilərsiniz. Yəni, hansısa bir komandanı götürüb, məsəl üçün Manchester United-ı gördüyünüz kimi qruplar şəklində oynayıb Çempionlar Liqasını qazanmağa çalışa bilərsiniz. Və yaxud da elə göstərilməsi, yəni sadəcə bir komandanı seçib, məsəl üçün Manchester United-la, məsəl üçün Manchester United-dan Manchester City. Baxın, belə qarşılaşma eləyə bilərsiniz. Sonra burada dostunuz oynaya bilərsiniz. Ancaq gələk PSP-nin ayarlarını düzəldəsiniz. Ona görə də bunun da tutorialını gəlmək istəyirsinizsə, videoya like atın və şərhlərdə bildirin. Gördüyünüz kimi göstərim açısında da göstərir, yəni bir maç ata bilərsiniz istədiyiniz komanda ilə. Əgər mənim kimi, mənim kontaktlərimlə gördüyünüz kimi challenge-lar etmək istəyirsinizsə, hansısa komanda ilə hansısa komanda, məsəl üçün Manchester United-dan Manchester City ilə qarşı-qarşıya gətirirsiniz. Lakin özünüz oynamaq istəmirsiniz, sadəcə simülyasiya etmək istəyirsinizsə, bunu gətirib ortaya alırsınız və istədiyiniz komandanı simülyasiya edirsiniz maçını. Və yaxud da iç sahada Manchester United-dırsa, deplasmanda City-dirsə, maçın içində bunu dəyişdirə bilərsiniz. Bunu da deymiş olum. Sonra bir dəqiqə geri çıx. Sonra hızlı başla. Bu sadəcə gələn ayarları, yəni atlayırsan, yəni məsəl üçün maçın 10 dəqiqə olmağını, 5 dəqiqə olmağını və yaxud da topun necə olmağını və yaxud da hansı stadionda oynanılmağını, ümumiyyətlə gələn ayarları birbaşa keçirsən. Penaltılarda bildiyimiz penaltılardır. Penaltı seriyasını gerçəkləşdirirsiniz. Alt-hot bağlantısı da ki, dediyimiz kimi PSP ayarlarından bunu düzəltmək lazımdır. Alt-hotda yaxınınızda olan bir telefonla, bu iqra əgər ikinizdə də varsa, yaxınızda olan insanla megabayt vasitəsilə elə bil ki, PlayStation-da oynayırsınız kimi xəyal edə bilərsiniz. Burada PES oynaya bilərsiniz qarşı-qarşıya. Elə bu da belədir. Avropa Liqası. Burada Avropa Liqası Copa Libertados'dur. Yəni burada Amerikanın Copa Libertados'dur. Gördüyünüz bu komandalar Red Bull, Sevilla falan yazmış ola bilər. Lakin xeyr. Bura elə bildiyimiz
Copa Libertados'dur. Niye Avrupa Ligası qoyub 21 Muhammed 09? Çünki karyera modunda, yəni ana ligi modunda oynayarkən hansısa komanda, məsələn Qarabağ liqada 5-ci olubsa və ya da 4-cü olubsa, Avrupa Liqasına gedə bilsin deyə belə bir şey edilib. Master League bildiyimiz kimi ana ligdir. Burada hansısa komandanı sevdiyimiz komandanı götürüb istədiyiniz neçə sezonlarla simülyasiya edə bilərsiniz. Maçları oynada bilərsiniz. Transferlər və yaxud transferlər satmaq, yəni transfer eləmək, oyunçusunu satmaq, yəni istədiyiniz hər bir şeyi eləyə bilərsiniz. Həm menecer kimi, həm də maç oynaya bilərsiniz burada. Burada ana lig varsayılan oyuncular, yəni ana lig varsayılan oyuncu odur ki, yəni mövcud yəni olan bir komanda, məsələn Manchester United'dır. Bu klub olandır. Lakin orada olan oyuncular həqiqi həyatda yoxdur. Burada sizə özü verir, potensiallı oyuncular. Siz bu oyuncularla qalxmağa çalışasınız. Özel takım dediğiniz şey, yəni burada gördüyünüz klubları seçə bilərsiniz ancaq. Burada istədiyiniz kimi logolar düzəldə bilər. Logoları düzəldə bilmərsiniz. Lakin loqonu yəni düzəldə bilən olsa, loqonu düzəldə bilər. Lakin onu etmək çox çətindir. Loqonu düzəltdiniz, yəni forma düzəldə bilərsiniz özünüzə uyğun. Özünüzə uyğun oradan oyuncular seçə bilərsiniz ki, mən belə bir video edəcəm yaxınlıqda əgər istəyirsinizsə. Bu da belə kariyer modasındakı bildiyimiz kimi efsane olundu. Yəni hansısa bir oyuncu seçib, məsələn bizdə Hüseyin Karyera var. Bu arada mənə suallar gəlir ki, çoxlu, daha doğrusu YouTube'dan gəlmir, lakin başqa platformdan, məsələn TikTok'dan gəlir. Bu arada TikTok səhifəmi öz əsas səhifəmdə menyu açıqlamasında qoymuşam. Oradan gedib mənim TikTok kanalıma da follow edə bilərsiniz və videolarımı bəyənə bilərsiniz. TikTok'dan platformasında mənə suallar gəlir. Abi sən necə məsəl üçün FC26 var idi ya. FC26-nı FC25-də bir dənə karyera qurursunuz. Bu karyeranı necə FC26-da davam etdirə bilərsiniz? Çünki ümumiyyətlə həmin o FC25-in dataları silinir. FC26 olanda datalar təmiz silinir. Bunu necə etmək lazımdır haqqında bir video istəyirsinizsə bunu da paylaşa bilərəm. Əslində çox, amma çox asandır. Və gördüyünüz kimi mən də FC26 dan PES26-ya gətirmişəm Hüseyin Karyeranı. Çox asandır, çox 2 dəqiqəlik, heç 30 saniyəlik iş deyil. Bəli. Burada gördüyünüz kimi, yəni istədiyiniz milli seçə bilərsiniz. Sıfırdan karyera qura bilərsiniz özünüz üçün. Öz üzünüzü tasarlaya bilərsiniz. Burada dünya oyuncusu, yəni hansısa bir dünyada olan top 5 liqada, yəni gördüyünüz top 5 liqada baxın. Oyunda olan liqada, yəni belə deyək, Premier Liga, Lig 1, Serie A, Trendyol Super Lig və bir də hansı var idi? La Liga, Premier Liga, Lig 1, Serie A, Trendyol Super Lig'da olan oyunculardan bu 5 liqada oyunda yerləşən bu 5 liqadan hansısa bir komanda, hansısa bir oyuncusu götürüb karyera kimi davam etdirə bilərsiniz. Burada gördüyünüz kimi bir sezon oynaya bilərsiniz. Seçdiyiniz klub Çempionlar Liqasında yerləşsə də, yerləşməsə də, yəni məsələn Real Madrid götürdünüz. Real Madrid Çempionlar Liqasında yerləşir, lakin siz Çempionlar Liqasında oynamayacaqsınız. Sadəcə və sadəcə liqada oynayasınız. Ona görə seçin. Burada tamamen özəlləşdirə biləcək, yəni kubok, dünya kubokları falan. Yəni baxın göstərin. FIFA World Cup var 2022, Euro 24 var, Afrika Cup var. Sonra Copa Amerika var, Asian Cup var və SSS klub var. Yəni International Champions Cup. Gördüyünüz bu kuboklarda da istədiyiniz cür oynaya bilərsiniz, istədiyiniz cür qalib gələ bilərsiniz. Burada bildiyimiz antrenmandır, bildiyimiz məşqdir, hansısa komandanı seçirsiniz, istədiyiniz cür məşqlər edirsiniz, free kick, sadə məşq və yaxud da istədiyiniz hər bir məşqi edə bilərsiniz, əgər özünüzü gəlişdirmək istəyirsinizsə.
Gəlin o zaman videonun ən məntiqli olan hissəsini saxlayıram bir qırağa. Burada gördüyünüz kimi kayıtlar. Məsələn, hansısa maç oynayırsınız. Qarabağ Fenerbahçe məsəl üçün Qarabağ Fenerbahçe maçını oynayırsınız. Orada hansısa bir oyunçu qol vurur və siz bu qol xoşunuza gəlsə, bəyənsəz bu qolu kayıtda saxlayırsınız. Yəni kayd edirsiniz, yaddaşda saxlayırsınız. Bunu da gəlib buradan kayıtlardan izləyə bilərsiniz. Və yaxud da gördüyünüz kimi kayıtlar var. Kayıtlar həm də əslində bu dediyim pozisyon təkrarını izləmək idi. Kayıtlar hansısa bir karyera modasında, analiq və yaxud da efsanə olunda, yəni oyuncu karyerası və yaxud da menecer karyerasında fərq eləmir. Burada olan nailiyyətlərinizi göstərə bilərsiniz. Baxın, gördüyünüz kimi genər, yəni məndə belədir. Pozisyon təkrarındakı bəyanları izah edeyim. Hansısa bir pozisyon təkrarını izləyirsiniz. Baxın, məsəl üçün məndə Fenerbahçe Qarabağdan bir dənə Kaşkon qol vurduğu var. Baxın, məsəl üçün izləyək bunu. Biraz bunu gec açılmalı. Mənim cihazımdan asılıdır. Çünki mənim cihazım biraz pisdir. Yəni gördüyünüz kimi buradan belə kaydı izləyə bilərsiniz. Daha nə oldu? Daha açıldı biraz. Gördüyünüz kimi buradan gəlir. Hatta Marko Yankovic'in də bu. Yankovic'in doğrulardan zərbəsi. Yəni belə. Geri çıxaq, geri qalsaq. Geri gedək. Yəni belə. Buradan pozisyon təkrarını izləyə bilərsiniz. Və yaxud da PES mağazası bunu məncə etməli. Çünki bu PES mağazası başqa şeydir. Arkadaş kartı var. Bəli dostlar, olduğumuz yerdən davam edək. İşim çıxmışdı. Gördüyünüz kimi oradan da PES mağazasını məncə çox da qurcalamayın. Çünki PES mağazası, yəni arkadaş kartı. Burada arkadaş kartından karta baxın. Yəni burada özünüz üçün kart yarada bilərsiniz. Məsəl üçün adınızı düzəldə bilərsiniz. İndi mən qoymamışam bunu. Heç eləməmişəm. Kartı düzəldə. Yəni gördüyünüz kimi buradan kartınızı düzəldə bilərsiniz. Öz üzünüzü əlavə eləyə bilərsiniz. Beləliklə arkadaş kartınız olacaq. Belə etmək olar. Gördüyünüz kimi bu da indi keçək videonun ən və ən əsas yerinə. Burada istədiyiniz şəkildə oyunun ayarlarını düzəldə bilərsiniz. Mənim də etdiyim kimi oyuncu düzənliyə gəlib baxaq. Bu oyunun ən böyük özəlliklərindən biri odur ki, Maho və nəydi onun adı? 21 Muhammed 09. Bəli, bu oyunun 21 Muhammed 09 və PSP editoru Maho'nun etdiyi bu oyunda ən böyük özəlliklərindən biri odur ki, zaten FC25'dən var bu özəllik. Gördüyünüz kimi oyunda bütün liqalar var, bütün liqaların formaları var, oyuncuların hamısı var. Məsələn belə gəlin bir dənə Barsa'dan baxaq, Barsa'ya bırak. Yəni gördüyünüz kimi kalite belə çox yüksəkdir. Burada oyuncuları görürsünüz. Ən önəmli yer Trendyol Süper Liqanın olmağı. Baxın, Trendyol Süper Liqa. Hani qardaş, daha nə oldu? Baxın, gördüyünüz kimi burada Fenerbahçe, Beşiktaş, bütün komandaların güncəl lisanslı formaları var. Gördüyünüz kimi baxın, Rafa Silva, yəni bütün oyuncular var burada. Amma Azərbaycanlılara görə ən önəmli yer və ən özəl yer təbii ki də baxın bu hissədir. Qarabağ oyunda bulunur. Lisanslı forması oyuncular. Sadəcə bu oyunda bir dənə əksisi odur ki, oyunda Camila Duran yoxdur. O olsaydı möhtəşəm olardı. Johnny Monti ilə biri var. Çalışıblar ki, oyuncuların üzərini biraz daha yaxşı etsinlər ki, bunu məncə bacarıblar. Sadəcə Musa'nın milli vətəndaşlığı düzgün deyil. Bir də ki, Emual Adday'nin məncə saçı və üzü biraz oxşamır. Qalan hər bir şey. Bir də ki, Kadi. Yəni Kadi, mən deyərdim ki, yəni oyunda tasarladıqları ən bərbad üz Kadi'nindir. Yəni onları da qınamıram. Çünki oyunda 2000-dən çox oyuncu var və bu 2000-dən çox oyuncunun hamısının üzünü lisanslı eləməkləri, üzlərini düzəltmək, minikitlər, stadyumlar hamısını etmək çox çətindir. Gördüyünüz kimi Bavariya hamısı var da yəni. Sonra
komandamız Azərbaycan komandalarından olan Sabah da buradadır. Hamısının da güncəl formaları gördüyünüz kimi Sabahın güncəl formaları, güncəl oyunçuları qarşınızdadır. Yəni bunlar, yəni sonra Sumqayıtdır. Sumqayıt Azərbaycanın bir digər komandası olan, Azərbaycan ölkəsinin komandası olan Sumqayıt da burada yerləşir və oyunçular hamısı lisanslıdır, formalar lisanslıdır. Sonra Neftçi Baku bizim ən yaxşı Azərbaycanın ikinci komandası Neftçi Baku hal-hazırda. Ramil Şeydayev, bir də ki Ramil Şeydayev burada deyil əslində. Əslində o Qarabağdadır, lakin zaten 21 Muhammed 09 və PSV editörü açıqladılar ki, bir ay sonra yeni gələcək F26 dil öyrəşib F26 deməyə, PS26 versiyon 2 çıxacaq. Və beləliklə güncəl transferlər olacaq burada. Gördüyünüz kimi Ramil Şeydayev də yəni ki Qarabağa keçirdəcəklər. Bogomovski buradadır. Filip Ozoviç, Emin Mahmudov hamısının üzəri yerləşir ki oyunda ən gözəl üzlərdən biri. Yəni Azərbaycanlı düzgün təmiz üz olan məncə Emin Mahmudov'u çox oxşadılar. Emin Mahmudovu bildiyin üz dizgiləri sadəcə biraz bığı düzgün gəlmədi burada. Amma qalan hər şey Emin Mahmudov'un düzgündür. Nəysə sonra burada özlərinin 21 Muhammedin qurduğu komandadır. Mən istəyirdim burada olmaq, lakin mən artıq yazanda yer çatmadı. Burada gördüyünüz kimi Elnur Məmmədov falan, yəni Elnur Məmmədov, 21 Muhammed 09'un özü belə bu komandadadır. Məhərrəmli kimi Azərbaycanlı lar da var. Yəni Azərbaycanlılar tərəfindən də bu oyun oynanılır və çox sevilir. Bunu mən zaten bildirmişdim. Sonra Araz Naxçıvan PPFK, yəni gördüyünüz kimi burada da düzgürdür hər şey. Hamido Keita falan. Hamido Keita bir dənə böyük səhvlərdən biri budur ki, Hamido Keita Azərbaycanlı millisini seçilib, lakin Azərbaycanlı deyil. Qara evində üzünü çox da oxşadanmayıblar. Patrick Andrade də buradadır. Bir digər isimləri də zaten görürsünüz. Tez-tez keçirəm çünki video artıq uzun olur. Sonra bir digər Azərbaycan klubumuz olan Zirə komandası da buradadır və oyunda olan son Azərbaycanlı komanda Zirədir. Zirənin də lisanslı formaları buradadır. Lisanslı futbolçuları və lisanslı formaları, hər şey lisanslıdır. Burada bir dənə səhv var. Bogomovski, yəni bir dənə də var Zirədə, çünki çox da mən bilmirəm. Lakin burada görsəlir ki, Bogomovski bir dənə də var və o da Zirədədir. Məncə o səhvdir. Amma nəysə, uşaqlar gördüyünüz kimi bir digər komandalarında lisanslı formaları buradadır. Yəni Real Madridin lisanslı formaları, lisanslı oyuncuları, Atletico Madridin, yəni ümumiyyətlə uzaqdan baxanda belə loqolarında çox gəlişmə var. Atletico Madridin gördüyünüz kimi formaları və oyuncuları. Yəni tam analiz etmək istəyirsinizsə, özünüz artıq girib oyunu yükləyib baxa bilərsiniz. O zaman uşaqlar biraz daha incə kadetdə istədiyiniz oyuncusu, məsələn Aleksandr Sorlot'u götürüb Atletico Madriddən Trabzonspora keçirdə bilərsiniz. Ümumiyyətlə bu bütün hər yerdə baş verəcək. Bu oyun ayarlarıdır. Takımı düzənlədə hansısa komandanı girirsiniz. Məsələn Barcelona komandanın əsas heyətini və zamenlərini düzəldirsiniz. Amblemlər və loqolar. Burada istədiyiniz loqo və amblem düzəldə bilərsiniz. Krampon, istədiyiniz kramponları düzgün bir şəkildə eləyə bilərsiniz. Burada stadion adını, məsələn gördüyünüz kimi Anfield'i götürüb Tofiq Bəhramov eləyə bilərsiniz. Lig və ya kupa adını düzənlə. Burada da istədiyiniz liqanı, məsələn Uluslar Liqasının adını dəyişdirib məsələn eləyə bilərsiniz Premier Liqa, məsəl üçün. Yəni o baxırsınızsa, veri yönəticisini kaydət. Yəni bunu etməsəz də olar, yəni çox da önəmli deyil. Düzənləmədən çıxın da ki, yəni bildiyimiz düzənləmədən, yəni buradan çıxmaqdır. Bəli uşaqlar, videomuzu artıq yekunlaşdıraq. Məncə möhtəşəm bir incələmə, möhtəşəm bir oyun. Əllərinə sağlıq 21 Muhammed 09'un və PSP editörü Mahonun. Belə, yəni ayarlar, bir də ki ayarlar göstərim. Ayarlarından da ki, ses ayarlarını falan, yəni
buradan veriləri, bunu etməsəz də olar. Dili düzəldə bilərsiniz. Tuş yapılandırmasını məncə dəyişdirməyin. Burada uzun pası məsəl üçün götürüb şut eləsəz, yumru ilə şut vurasınız. Uzun pasla da ki, yəni kvadratla da ki, orta içəri atacaqsınız. Ona görə məncə heç etməsəz də olar. Belə. Bu videomuzu artıq yekunlaşdıraq uşaqlar. 21 Muhammed 09 və PSP editörü Mahaoda möhtəşəm bir oyun düzəldiblər uşaqlar. Zəhmət olmasa videoya like atıb kanalıma da abunə olmağı unutmayın. 21 Muhammed 09-un və PSP editörü Mahaoda da kanallarına abunə olmağı unutmayın uşaqlar. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.